Utanmayırsan bugün, çoban deyirsən mənə. Çoban çoban vuranda balanı fikirləşməyir. Çoban bəyəm əyibdir, Peyğəmbər də çoban olub. Ana bu necə seyiddir, buranı fikirləşməyir. Bu necə seyiddir, buranı fikirləşməyir. Yəqin buna bir çoxlarınız baxmısınız. Mən də baxdım. Diqqətimi çəkən məqamlar oldu. İndi Balalinin Seyidə verdiyi cavabla işim yoxdur. Çünki o mövzuya girsək söhbət çox uzanar ki, Musa əleyhissalamın çobanlıq etməyi hara, bu Balalinin bu sözü deməyi hara. Yəni bu çobanlıqla, o çobanlıqla, bu çobanlıq tamam fərqlidir. Bir məsələ də ki, bu cavab artıq şablona çevrilib ki, meyxanə deyən şair gərək şablondan uzaq olsun. Mənə daha maraqlı gələn o idi ki, görəsən Balalı bu çoban söhbətin bu qafiyədə necə işlədib? Gəlin birlikdə baxaq. Bir fərid kilkəni sazanı fikirləşməyir. Balayıdan meyxana başqa cürə oyundur. Mən sənə toy tutacağım, buyur sənə də toyundur. Məndə günah yoxdur ki, bu quzudur, boyundur. Bu da sürüyə qoşulub gəlib, çobanı fikirləşməyib. Bu sürüyə qoşulub gəlib, çobanı fikirləşməyib. Baxanda görünür ki, Balalı heç orada Seyid o sözü demir. Balalı deyir ki, qoyun çobanı fikirləşməyib. İndi bir dənə də maraqlı mövzu çıxır ortaya. Qoyun fikirləşə bilir və ya ümumiyyətlə heyvanların fikirləşmək kimi bir qabiliyyəti var. Qoyun elə işi səhər-naxıra, axşam-axıradır da. Qoyun haçandan çobanı fikirləşib bəyəm.